Prezident Əliyev Daşkentdə çıxışı zamanı mühüm açıqlama verərək Azərbaycan və Mərkəzi Asiyanın getdikcə vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşdığını bildirib. Bu yanaşma Bakı ilə Daşkənd arasındakı ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır. Geosiyasi baxımdan Cənubi Qafqazla Mərkəzi Asiya arasındakı sərhədlərin simvolik olaraq aradan qalxdığını deyə bilərikmi? Əgər belədirsə, bu proses Avrasiyada qüvvələr balansına necə təsir göstərə bilər? Bəli, hesab edirəm ki, biz bu prosesi müşahidə edirik. ABŞ 1990-cı illərin əvvəllərindən etibarən bu istiqaməti dəstəkləyir. Mən də 1990-cı illərin ortalarında Prezident Bill Clintonun rəhbərliyi dövründə ABŞ-nin Xəzər regionu ölkələrinin dünya bazarlarına çıxışına dəstək vermək siyasəti çərçivəsində bu regionla tanış olmuşam. Bu siyasət nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri kimi mühüm layihələr həyata keçirildi. Hazırda isə bu proses daha da sürətlənib. Vaşinqton Prezident Clinton dövründən bəri, xüsusilə indi, regionda daha fəal rol oynayır. Hazırda özəl investisiya sahəsində fəaliyyət göstərirəm və çalışdığım şirkət bu müsbət dinamikanı daha da inkişaf etdirmək üçün Azərbaycana və Mərkəzi Asiya ölkələrinə, xüsusilə Özbəkistana investisiya cəlb olunmasında maraqlıdır. Sizin qeyd etdiyiniz kimi, bu proses əvvəllər Cənubi Qafqazla Mərkəzi Asiya arasında mövcud olan psixoloji, fiziki və iqtisadi maneələrin aradan qalxması deməkdir. Xəzər dənizi artıq bu regionları ayıran deyil, birləşdirən amilə çevrilir. Bu istiqamətdə Prezident İlham Əliyevin mühüm rolu var. Eyni zamanda, son illərdə bu yanaşmanı dəstəkləyən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də regional əlaqələrin gücləndirilməsinə böyük diqqət ayırır. O vurğulayır ki, bütövlükdə quru sərhədlərlə əhatələnmiş ölkə olan Özbəkistan müxtəlif istiqamətlərdə etibarlı tərəfdaşlarla sabit tranzit marşrutlarına ehtiyac duyur.